Yaranışın sirləri. İmam Cəfər Sadiq əleyhissalamdan kəlamlar. 1-ci bab. Şəkk əhlinin yaranışın səbəbləri haqqındakı xəbərsizliyi. Ey müfəzzəl! Şəkk edənlər yaranışın mənasını və səbəbini bilmədilər və o vaxt ki, ağılları və fikirləri Allah Teala'nın hikmətinin dərk etməkdə aciz qaldı, onlar hər şeyi inkar etdilər. Onlar hətta Allahı da inkar etməyə əl atdılar. Şübhəsiz Allah onların fikirləşdiyindən üstündür. Allah onları öldürər. Onlar haqdan hara qaçarlar. Tövbə surəsi, ayə 30. Onlar yolun azmış, bədbəxt və kör halda çox gözəl bir saraya daxil olarlar. O saray ən gözəl və qəşəng xalçalarla döşənmiş və hər növ yemək, içki, geyim və onlara lazım olan hər şey hazırlanmışdı. Orada hər şey öz layiqli yerində qərar tutmuşdur. Amma o körlər bütün gözəllikləri ayaqlarının altına qoyur, ancaq onları görmürlər. Onlar nə sarayı görürlər və nə də onun daxilində olanları. Bu qrup ki, yaranışda olan hikməti, tədbiri inkar edir, onlar da bu cürdürlər. O kəslər ki, yaranışın səbəblərini dərk edə bilmirlər, Allahı inkar edirlər. Onlar yolun azmış, kafir, fasiq və dindən çıxmışdırlar. Ona görə də o kəslər ki, Allahın nemətlərini tanımaqda və hidayətdə müvəffəq gəlmiş və qəti dəlillər ilə Allahın varlığını dərk etmişlər, gərək həmişə öz Mövlasına təşəkkür etsinlər. Allah Teala buyurmuşdur, əgər şükr etsəniz, nemətlərinizi artırarıq və əgər küfr etsəniz, şübhəsiz ki, mənim əzabım çətindir. İbrahim surəsi, ayə 7.